hamı öz yerində qalsın və heç yerə dağılmayın. Bilirəm, hava çox istidir və hamı narahatdır. Lakin Peyğəmbərin hamıya deyəcək kəlamı var. Bismillahirrahmanirrahim. Həmd olsun aləmlərin Rəbbinə. Hamınızı təqvalı olmağa çağırıram. Məndən sonra heç vaxt yolunuzu azmayasınız deyə sizə bir şey deyimmi? Cəmaat, sizin aranızda çox qiymətli iki əmanət qoyuram. Biri Qur'an, digəri Əhl-i Beytdir. Qur'an və Əhl-i Beyt? Qur'an və Əhl-i Beytdən uzaq düşmək həlak olmaq deməkdir. Allah mənim Mövlamdır. Mən də möminlərin Mövlasıyam. Mən kimin Mövlasıyamsa, bu Əli də onun Mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olanla düşmən ol. İlahi, Əlini sevəni sən də sev, ona düşmən olana sən də düşmən ol. Cəmaat, haqq həmişə Əlinin yanında, Əli də həmişə haqqın tərəfindədir. Allahu Akbar, Allahu Akbar, mübarək olsun Əli.